Zikr olmadan insanın ruhu susar. Dua olmadan qəlb qaralar. Ona görə biz zikrimizlə, dualarımızla qəlbimizi və ruhumuzu oyatmalıyıq. Mübarək Ramazan ayı bizə nur bəxş elədi. Bizə istiqamət verdi. Bizim qəlbimizi oyatdı. İndi gərək biz o nuru qoruyaq. O istiqamətdə hərəkət edək və unutmayaq ki, Allah yalnız Ramazan ayında bizim Rəbbimiz deyil. Allah bütün aylarda bizim Rəbbimizdir. Onun rəhməti yalnız Ramazan ayında deyil, ilin bütün aylarında, bütün günlərində bəndəsinin halına şamildir. O hər günü və hər anın Rəbbidir. O səbəbdən bunu unutmayaq. Kiçik davamlılıq böyük qurtuluşun başlanğıcıdır. Yəni, addım-addım məqsədə doğru hərəkət etmək, yavaş-yavaş yorulmadan hərəkət etmək, sürətlə gedib yolun yarısında taqəti itirməkdənsə daha yaxşıdır.